Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram, xoş gördük. Mən Fərəcəv Ayşən. Bu günləri keçirilən bir sınaq olubdu. Düzdür, artı tərəfindən inanmıram ki, keçirilsin. Çünki artı tərəfindən keçirilsə bizim də məlumatımız olar. Düşünürəm ki, hər hansı bir müəssisə tərəfindən keçirilib. Çünki həm də ödənişli şəkildədir. Bu sualı heç düzgün tapmıram. Çünki bizdə bağ, gübrələmə yoxdur. Nəysə, sualı salıblar, izah etmək istəyirəm və mən hər zaman demişəm ki, MİQ və sertifikasiya imtahanı texnologiyadan çətin olacaq. Amma bizə aid olmayan sualdan olacaq deməmişdim. Yəni bu sualın salınması heç də düzgün deyil, amma yenə də izah edəcəm. Bizə sütunlar veriblər, yəni gördüyünüz sütunlar var ki, bu sütunları veriblər. Deyir, sütun diaqramında bir bağ sahəsinin aprel-sentyabr aylarında, apreldən sentyabra qədər görürsünüz ki, aylar var. Gübrələmə miqdarı kiloqramla, yəni hər birinin kiloqramı var, göstərilmişdi. 6 ayda cəmi 210 kiloqram gübrə işlənmişdi. İyun ayına düşən gübrənin miqdarı neçə kiloqramdır? Fikir versəz, iyun ayını sual veriblər bizə. Yəni sual işarəsidir və biz bu sual işarəsinə uyğun tapmalıyıq ki, nə qədər düşübdür. Müəllimlər, fikir versəz, aprel ayı gəlib diaqram 30-da dayanıbdır. Yəni 30 aprel aya düşəcək. May ayında isə 40-ı keçibdir, yəni 45 olacaq. Çünki 40 ilə 50-nin yarısıdır. İyun ayının onsuz da sual olduğuna görə tapıram. Sonra gəlirəm iyul ayına. İyul ayına fikir versəz, iyul ayda 60 ilə 50-nin arasıdır. Ona görə də bu da olacaq 55 kiloqram. Sonra avqust ayına fikir versəniz, elə aprel ayı kimi orta hissədədir, yəni 30-dadır. Ona görə də bu 30 kiloqram olacaq. Sentyabr ayı isə xətti keçdiyinə görə, yəni 10 ilə 20 arasında olduğuna görə 15 kiloqram olacaq. Demək, 30-un üstünə gəlirəm 45, sonra gəlirəm 55, sonra gəlirəm 30, sonra gəlirəm 15. Bu eləyir 185. Əgər bu 185 edirsə, 210-dan nə qədər iyuna düşər? Bu zaman 210-dan çıxırsınız 185-i. Eləyir cavab 35. Heç bunu qoyaq kənara. Bunun sadə bir versiyası da var. Onu izah edim sizə. Yəni bunu hesablamadan belə hesablamamızın doğru olub olmadığına baxa bilərik. Bizə burada hansı ki iyun ayını göstərdiblər. İyun ayını göstərdiklərinə görə biz burada baxırıq ki 30-u keçibdir. 40 ilə 30 arasında olduğuna görə 35 götürə bilərik. Yəni cavab olacaq 35 kiloqram. Amma yenə də deyirəm, bunun bizim ixtisasa heç bir aidiyyatı yoxdur. Çox təəssüflər olsun ki, belə suallar salırlar. O qədər gözəl, dərinliklərdən suallarımız var, ixtisas sualları var. Onları qoyub kənara. Bizə aid olmayan bağ sahəsini, gübrələməni salmağa ehtiyac yoxdur. Gübrə 7-ci sinifdə ancaq toyuq mövzusunda var. Amma bu da başqa bir, belə deyək də, proses kimi verilib bizə. Nəysə, nə edək ki, belə bir sual salıblar. Biz də izah elədik və bağ sahəsinin, belə deyək, becərilməsindən də, kiloqramın necə hesablanmasından da məlumatımız oldu. Odur ki, imtahanı yaxşı hazırlaşın. Çünki həqiqətən də görünür ki, imtahan çox çətin olacaq. Yenə də izahlar, nəsə olarsa izahlar verəcəm. Mütləq şəkildə gözünüz kanalımızda olsun.